Siz mənə deyin gömbul, mən deyim yox, mən arığam. 43 yaşlı Kamran Əzizov Azərbaycanın ən kök kişisi hesab edilir. Onun çəkisi 333 kiloqramdır. Bu çəkiyə çatdıqdan sonra ona yaşamaq çətinləşir və mədə kiçiltmə əməliyyatına qərar verir. Eləsi qalxımdır, görünsün. Elə, yaxşı. Məndə elə kompleks yoxdur ki, kimsə mənə deyəcək, köydürüm. Biz suyam bu yox. Mən özümə rahat olum, mənim üçün qıraqdan nə deyilir. Girəndə bir yerə avtomatik bilirsən ki, çönüb baxırlar, edirlər beləsi. Ancaq mən zorla yedim. Əməliyyat etdirmək qərarına necə gəldiniz? Mənim ürəyim dayandı. Dərmanlardan istifadə edirdik, o iynələrdən, dərmanlardan. Ürəyim dayanandan sonra müraciət elədik doktora. Gördük ki, dərmanla arıqlamaq mümkün deyil də. 3 kilo, 5 kilo da dərmana görə istər-istəməz özünə şey edirsən ki, bu dərman içirəmsə arıqlayacam, yenə dayanan kimi mən çəkini yığırsan. Necə oldu ki, bu qədər çəki aldınız? Çox yeyirdim. Dəhşətli dərəcədə çox yeyirdim əvvəllər. Sonra da kökəldikcə hərəkət məhdudlaşdı. Gəzinti azalır, çəki artdıqca çox uzun yolda yeriyəmirsən, hərəkət məhdudlaşır. Normal idim. 25-27 yaşından sonra başladım kökəlməyə. Ən sevdiyiniz, daha çox nə yeyirdiniz? Xəngər, xamır xörəkləri. O istər-istəməz bədən tələb edir onu səndən. Səhər-səhər durdum, qəşək bir dənə isti təndir çörəyində nə oldu da. Dedim ki, orta axşam həmçinin elənsik. Bir də ailə üzvləriniz necə qarşılayırdı? Ailə üzvlərim. Bizə hamı yeyəndir. Yeməyə kim pis baxır ki? Pişirədlər, yeyirik də belə. Ailə üzvləriniz də artıq çəkilidir? Köküdük, bizdə nəsildə var. Böyük qardaşım normalda balaca. Balacanın arası 37 yaşı var. 170 kilo var o. Yavaş-yavaş irəliləyir.